Bu videoda sizə bank hesabınızda olan dollar məbləğini evdən çıxmadan elə proqram vasitəsilə manata necə çevirə bilərsiniz onu göstərəcəm. İlk növbədə Birbank Biznes tətbiqinə daxil olursunuz. Tətbiqə daxil olduqdan sonra sol aşağı hissədə olan əməliyyatlar bölməsinə keçid edirsiniz və açılan həmin bu səhifədən valyuta mübadiləsi seçimini seçirsiniz. Qeyd edim ki, bu əməliyyat yalnız iş günləri 09:45-dən 17:30-a qədər aparılır və səhifənin yuxarı hissəsində olan hesab seç butonuna klik edərək öz dollar hesabınızı seçirsiniz. Dollar hesabını seçəndən sonra aşağı hissədə olan hesab seç bölməsindən isə öz Azərbaycan hesabınızı seçirsiniz. Yəni ki, pulu hansı hesaba qəbul edəcəksinizsə, həmin AZN hesabını seçib təsdiq edirsiniz. Daha sonra satıram xanasına dəyişmək istədiyiniz dolların miqdarını yazırsınız. Qarşı tərəfdə isə sizin balansınıza köçəcək manatın qədəri qeyd olunur. Ən aşağı hissədə təyinat bölməsinə isə öz hesablarım arasında köçürmə yazırsınız. Sözlər arasında boşluq qoymaq mümkün deyil. Ona görə təyinat bölməsində yazdığınız sözlərin hamısı birləşik yazılır. Bütün bunları etdikdən sonra davam et butonuna klik edirsiniz və bu əməliyyatı onlayn qaydada imzalayırsınız. Karandaş işarəsinə klik edirsiniz və sizin nömrənizə asan imza PIN-2 göndərilir. Öz asan imza PIN-2 kodunuzu daxil edirsiniz və gördüyünüz kimi əməliyyatınız bank tərəfindən yoxlanılır. 5-10 dəqiqə ərzində həmin məbləğ sizin AZN hesabınıza köçürüləcək və bu pulu QR kod vasitəsilə bankomatdan nağdlaşdıra bilərsiniz. O haqda da kanalda video var. Videonun linki şərh bölməsində qeyd edilib. Kanala abunə olub videonu bəyənməyi unutmayın.